Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, Quranda dünya malı haqda mövzu bu barədədir. Deməli, Quranda dünya malı insan həyatı üçün həm nemət, həm də sınaq vasitəsi kimi təsvir edilir. Allah insanlara dünya malını verərək onları imtihan edir ki, görsün axirət üçün necə istifadə edirlər. 1. Dünya malının müvəqqəti olması. Quran insanlara xatırladır ki, dünya malı keçicidir və əbədi deyil. Ona görə dünya malının arxasınca düşmək insanı azdırar. Dünya həyatında mal və övladlar bir sınaqdır. Ənkəbut surəsi 3-cü ayə. Həqiqətən dünya həyatı oyun və oyuncaqdan ibarətdir. Hədid surəsi 20-ci ayədə buyurulur. 2. Dünya malından düzgün istifadə. Dünya sərvətləri Allahın insanlara verdiyi nemətlərdir və onları yaxşı işlər üçün xərcləmək lazımdır. Müsəlmanlar sərvətlərini israf etmədən, haqdan və ədalətdən kənar olmadan istifadə etməlidirlər. Mal və övladlar Allahın dünya həyatının bəzəyidir. Lakin axirət üçün yaxşı işlər edənlərin mükafatı daha da yaxşıdır. Kəhf surəsi 46-cı ayə. 3. Malın insanı azdırma təhlükəsi. Quran xəbərdarlıq edir ki, malpərəstlik, sərvətə aşırı bağlılıq insanın imanını zəiflədər və onu azdırar. Varlıqdan, yəni dünya malından başı çıxanları Allahdan, onun mərhəmətindən üz döndərənləri görmürsənmi? Münafiqun surəsi 9-cu ayədə buyurulur. 4. Paylaşmaq və xeyirxahlıq. Quranda dünya malından sədəqə vermək, ehtiyacı olanlara kömək etmək tapşırılıb. Bu, həm sərvətin artırılması, həm də Allahın razılığı üçün bir vasitədir. Malınızdan bir hissəsini verin ki, özünüz üçün təmizlənəsiniz və Allahdan qorxasınız. Tövbə surəsi 103-cü ayətdə bu haqda bildirilir.